Değerli izləyicilər, bizə yönləndirən suallar içərisində ən çox insanları maraqlandıran qalxana bənzər vəzin hansı patologiyaları cərrahi əməliyyatda göstərişdir? İstərdim bu haqda məlumat verim. Qalxana bənzər vəz düyünləri içərisində bəziləri var ki, bunlar bədxasəli olur. Bədxasəli olma ehtimalı 10%-dir. Xoşxasəli düyünlər isə 90% təşkil edir. Bəs biz hansı hallarda bu xəstələri əməliyyata yönləndiririk? Birinci əməliyyata göstərişlərdən biri düyünün bədxasəli olması. Bu bilavasitə incə iynə biopsiya ilə təsdiqlənir ki, həqiqətən bu düyün bədxasəlidir. Digər göstərişlərdən biri həmin düyünlərin birinin biopsiyası zamanı onun bədxasəli şübhə, yəni burada tam bədxasəli təsdiqlənməyib, amma biopsiya nəticəsində bədxasəli şübhə bizim terminologiyada Bethesda 5 kimi dəyərləndirilən düyündür. Bu da cərrahi əməliyyatda göstərişlərdən biridir. Əgər aparılan müalicələr, xəstədə hər hansı bir narahatçılıqları aradan götürmürsə, boğulma əlamətləri davam edirsə, estetik olaraq xəstəni narahatçılığı isə həmən şişkinlik, bu da cərrahi əməliyyatda göstərişlərdən biridir. Və dördüncü isə zəhərli zob dediyimiz, qalxana bənzər vəzin Graves xəstəliyi, Bazilov Graves xəstəliyi ki, hansı bu xəstəliklər zamanında aparılan müalicələr effekt vermirsə, xəstədə göz əlamətləri inkişaf edirsə, boğulma əlamətləri varsa, bu da cərrahi əməliyyatlara göstərişlərdən biridir. Və cərrahi əməliyyatlar necə icra olunur? Bizim tədris cərrahi klinikasında cərrahi əməliyyatlar bilavasitə bütün əməliyyatlar zamanı rutin olaraq biz qayıdan qırtlaq sinini təyin etmək üçün neuromonitor, el arasında deyilən səh cihazından istifadə edirik. Səh cihazı bizə bu əməliyyatları radikal, daha təhlükəsiz icra etməyə imkan verir. Çünki cihazın funksiyası məhz həmən siniri müəyyən etmək və onun funksiyasını əməliyyat zamanı yoxlamaq və siniri müəyyən etdikdən sonra, xəritələdikdən sonra isə qalxana bənzər vəzi tam xaric edə bilirik. Və bizdə eyni zamanda qalxana bənzər vəzin xoşxasəli patologiyalarına, düyünlü ullarda tərəfimizdən mikro dalğa və lazer ablasiya müasir, innovativ cihazlardan istifadə edərək məhz düyünləri biz bu cihazlar vasitəsilə destruksiya edirik. Bəs bu üsullar necə aparılır? Üsullar yerli yerləşdirmə altında olur. Xəstə xəstəxanada qalmır, hər hansı bir narkoz almır. Əməliyyatdan sonra da 1 saat sonra, maksimum 2 saat sonra xəstəxanada qaldıqdan sonra xəstə evə buraxılır və lazer və mikrodalğa ablasiya üsulları yerli yerləşdirmə altında icra olunur. Hər hansı bir kəsik olmur və bilavasitə ultrasəs nəzarəti altında əmin, antena və yaxud lazer ablasiyanın fiberi düyün içərisində yeridilir və cihaz işə salınaraq həmin düyünlərdə ablasiya, destruksiya, yüksək bir temperatur əmələ gəlir ki, həmin temperatur hesabına düyün başlayır müəyyən müddətdən sonra çəkilməyə. Və bunlar da bilavasitə ambulator şəraitdə icra olunur.